Salam uşaqlar. Salam. Əyləşin. Uşaqlar, bugünkü təşkilat saatımızın mövzusu məktəbimizin şəhidləridir. Bu şəhidlər haqqında mən bilirəm ki, siz gözəl məlumatlara maliksiniz. İstəyirəm şəhidlərimiz haqqında bildiyiniz məlumatlardan, onların qəhrəmanlıqlarından danışasınız. Kim danışmaq istəyir? Selcan, buyur qızım. Müəllim, mən Şeyx Zəbiyullah haqqında danışmaq istəyirəm. Qızım, Zəbiyullah da sizin kimi mənim şagirdlərimdən biri olubdur. Məktəbimizin fəxri şagirdidir, şəhid şagirdidir. Nə yaxşı, gəlin elə onun haqqında danışaq. Buyur. Zəbiyullah Məmmədov 2000-ci il aprelin 14-də Bakı şəhərində anadan olub. Orta təhsilini 2006-2015-ci illərdə Yuri Kovalyov adına 229 saylı tam orta məktəbdə alıb. 2010-2015-ci illərdə 33 saylı uşaq musiqi məktəbində tarix ixtisası üzrə təhsil alıb. 12-13 yaşlarında İsmailov adına Mədəniyyət Sarayında vokal dərsləri almış və bir çox səhnə fəaliyyəti olmuşdur. Buyur qızım, davamını sən danış. 2015-2019-cu illərdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində tarix ixtisası üzrə təhsil alıb. Humay Qədimovanın tələbəsi olub. Təhsil aldığı illərdə bir çox tədbirlərdə iştirak etmiş, bir neçə əsər bəstələmişdir. O, musiqidən əlavə bir çox şeirlər də yazmışdır. Yarışma mənimlə, sən uduzarsan. Ah nalə çəkib, çox ağlayarsan. Bir şeir deyərəm, fikrə dalarsan. Deyərsən ey Zəbi, böyük qəlbim var. Qırılmış, kövrəlmiş, boş ürəyim var. Kolleci bitirdikdən sonra 2019-cu il oktyabr ayının 2-də hərbi xidmətə gedir və öz istəyi ilə kəşfiyyatçı olur. Vətən müharibəsi başlayan gündən Ağdərə, Talış kəndi su qovuşana ezam edilir və ağır gedən döyüşlərə qatılır. Zəbiyullahın boynunda ağrısı var idi. Komandiri onun ağrıdığını görüb tibb məntəqəsinə aparır və ona orada 3 gün qalacağı deyilir. Lakin Zəbiyullah orada qalmır. Həmin gecə əsgər yoldaşlarının yanına gəlir. Komandiri onu görüb niyə burada olduğunu soruşur. Zəbiyullah da cavabında sizi tək buraxmaram, mən də sizlə döyüşə gedəcəm deyir və bu gecə onun son gecəsi olur. Noyabrın 4-də əsgərlərdən 90 nəfər dağa qalxır. Komandiri rabitəçisi Zəbiyullaya mən əsgərləri mövqelərə yerləşdirib gələcəm, deyir. Elə bu an komandirin yanına minamyot mərmisi düşür. Partlayışın dalğası komandiri bir neçə metr kənara atır. Bunu görən Zəbiyullah öz mövqeyini atıb onlara köməyə gedir. Elə bu vaxt yenidən minamyot atılır. Yaralanan komandir ayılır, amma Zəbiyullah yüksək məqama uzanır, şəhid olur. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən Zəbiyullah Məmmədovun ölümündən sonra Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün vətən uğrunda cəsur döyüşçü və su qovuşanı azad olunmasına görə medalları ilə təltif edilib. Uşaqlar, siz bilirsinizmi, Zəbiyullah müharibəyə gedəndə atası ona nə demişdi? Buyur Elçin. Zəbiyullah hərbi xidmətə gedərkən atası ona gülümsəyərək 2 erməni öldürüb gələrsən deyir. Müharibənin ilk günlərində Zəbiyullah atasını zəng vurub deyir: "Ata, sən mənə nə demişdin? Yerinə yetirdim onu."
Çox sağ olun uşaqlar. Onu bilin ki, şəhidlər ölmürlər. Şəhidlər unudulanda ölürlər. Hər zaman şəhidlərimiz haqqında, onların qəhrəmanlıqları barədə bax belə danışın. Yazılar yazın, unutmayın. Onlar bizə 30 il işğalda olan torpaqlarımızı cəmi 44 günə qaytardılar. Onların sayəsində biz qalib xalq olduq. Mənfur qonşularımız olan ermənilərdən Xocalının intiqamını aldılar. Canlarını qurban verdilər ki, bugün biz bu torpaqda rahat yaşayaq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Var olsun ordumuz, yaşasın Ali Baş Komandanımız. Şəhidlər ölməz, vətən ölməz. Əskər vətən əmanəti, yurd əmanəti. Əskər ocaq əmanəti, od əmanəti. Əskər vətən əmanəti, yurd əmanəti. Əskər ocaq əmanəti, od əmanəti.